Nə karvan qaldı, nə at. Hamısı silinib getdi. Yaxşı insanlar, yaxşı atlara minib getdi. Ənvər müəllim doğrudan da quşu qonanda adama kimliyindən, nəçiliyindən və yaşından asılı olmayaraq onun yanında ola bilirdi, onunla yoldaşlıq edə bilirdi və həvəsi də vardı buna. Və əvvəlki tanışlıqlarımıza baxmayaraq, Ənvər Məmmədxanlı ədəbiyyatımızın görkəmli nümayəndəsi, böyük və son dərəcə mürəkkəb bir dövrünün son magikanlarından biri. Mənim aləmimdə mən bunu demişdim bir dəfə də. Mənim aləmimdə Ənvər Məmmədxanlı ilk növbədə burada əsilzadəlikdən söhbət getdi. Bu nəsillə bağlı şeydir. Amma bir də var, mən təsəvvürümə gətirən fikir və söz zadəganı idi. Bu obraz mənim yadımdan heç çıxmır və mənə belə gəlir ki, Azərbaycan ədəbiyyatında ən çox yaraşdırılan da elə məhz Ənvər Məmmədxanlı idi bu obraza, bu sözə. Və Ənvər Məmmədxanlı çox, yenə deyirəm, quşu qonanda çox asanlıqla həm söhbət, həm də ola bilirdi və olmaq da istəyirdi. Əvvəlki tanışlığımıza baxmayaraq, deyirəm, o bizim üçün, bizim nəslimiz üçün uca bir nöqtədə idi. Son dövrdə biz onunla çox yaxınlaşmışdıq. Bu yaxınlığın da səbəbkarlarından Vaqif idi, Azər Mustafazadə idi, dəfələrlə görüşürdük, söhbətləşirdik və məlum oldu ki, Ənvər Məmmədxanlı sən demə, mənim televiziyada apardığım qoşma verilişinin daimi tamaşaçılarından biridir. Və veriliş barədə, ümumiyyətlə ədəbiyyatla bağlı bir çox söhbətlərimiz olurdu. O söhbətlərdə mən həmişə özüm üçün yeni olan nəsə götürürdüm. Televiziyada o qoşma verilişini mənimlə birgə hazırlayan yoldaşlara deyəndə ki, bəs növbəti verilişimizin iştirakçısı Ənvər müəllim olacaq, düzü mənə inanmadılar. Dedilər ki, Ənvər müəllim televiziyaya gəlmir. Dedim, gələr görərsiniz. Və gələndə doğrudan da onlar üçün də böyük bir həliyyə oldu. O veriliş getdi və o verilişin Ənvər müəllimin iştirakı o verilişi çox belə səviyyəli elədi. Veriliş yəqin ki, bəzi tamaşaçıların yanındadır. O verilişin özü də mənim üçün əzizdir, həm də ona görə ki, o veriliş elə Ənvər müəllimlə elə o kameranın qabağındaca yaranırdı, göz qabağında. Yəni əvvəlcədən heç bir məsələ ilə bağlı, heç bir hadisə ilə bağlı suallar fikirləşilməmişdi. O söhbətin gedişatı əvvəlcədən müəyyənləşdirilməmişdi və indi o verilişin də yəqin ki, biz tam şəkildə, bizim vaxtımız təxminən 20-30 dəqiqə idi. Amma biz bir də söhbətdən hələ doymamış, o söhbətə ara verəndə məlum oldu ki, biz bir saatdan da bir qədər çox söhbət eləmişik və o qoşmanın o verilişində gedən o söhbət onun çox belə xırda yarısı qədər olan bir yarım saatlıq veriliş idi ki, onun böyük bir hissəsi də televiziyada indiyə qədər qalır. İnsanlar özləri də elə bil ki, bir-birindən adi həyatda gizlənirlər. Yəni, onlar öz təbiətlərinə, öz əhval-ruhiyyələrinə elə dəmir bir zireh geyirlər ki, biz bəlkə bir-birimizi, sənətkar da o cümlədən, adi həyatda, məişətdə bir-birimizi tanımaq imkanına malik deyilik. Sənətkarın imkanı var ki, o zirehini çıxardır. O imkan sənətkarın o anı, onun yaratdığı andır. Mənə elə gəlir ki, sənətkar bir şeyi yaradan zaman o elə bakirələşir, elə müqavimətsizləşir, elə, mən buna zəiflik deməzdim, sanki son dərəcə özü ilə qalır. Bütün zirehlərdən azad şəkildə, bütün hər cür müdafiədən azad şəkildə. Bax, sənətkar əsərini yazan zaman və sənətkar məişətdə, sənətkar həyatda. Bunların arasında fərq varmı sizin aləminizdə? Var əlbəttə. Çünki sənətkarda biz baxırıq, birinci növbədə insan kimi, canlı insan kimi. Bu canlı insanda bütün digər başqa insanların keçirdiyi bütün hissləri, bütün ziddiyyətli duyğuları, fikrində, istəyir fikrində, ürəyində, bunların hamısını ən adi bir insan kimi yaşayır, təsir göstərir. Amma fərq burasındadır ki, sənətkar yazarkən tamamilə başqa bir adam olur.
biraz indi eğer şey desek, psixemaya salıb desem bunu, yazan sənətkar tamamıyla başka bir adam. Yazan sənətkarı kenardan gerek onu kenardan bakmıyorsun, kenardan ona tamaşa edemiyorsun. Çünkü o zamanki sənətkar yazır, o birçok şeyleri unutur. Eğer çok yaxşı mesela tutalım ki nəzəriyyəni bilirsə, tamamıyla bütün edebiyat hakkında çok büyük filozofların, edebiyat şünasların, bütün hele 2000 il bundan qabaq ta bir günəcən dedikləri çok ağıldır da hamısını unutmalıdır ve unutur. Çünkü burada o yalnız özüne məxsus bir şey verirse, özüne məxsus bir şey verirse, o vakti doğrudan da o uğurlu bir şey yaradıp, yeni bir şey yaratıp ortaya çıkarabilir. Yok təqlid yoluna gidirsə, o barədə gəlib danışmırıq. Biz danışırıq həmişə qısadır. Qaldı bu var sənətkarın həyatlarından, müxtəlif sənətkarın həyatında çox komik səhnələr də biz oxumuşuq. Başqacı demək, faciəli səhnələr də oxumuşuq. Güya xalqa qarşı biganə olduğuna da bəhs olmuşuq. Bunlar güya xalqın yolunda hər şey ilməyə hazır olduğunu oxumuşuq. Güya öz sənətini ancaq xalqın üstündə fövqü təsəvvür edən sənətkarlar. Sənətkarlar müxtəlifdir, şəxsiyyətləri də müxtəlifdir. Heç biri bir-birinə oxşamır, mən bədə bu barədə dedim. Yazarkən amma, qazarkən müəyyən görünür. Mən başqa sənətkarların yazdığını, necə yazdığını oturup tamaşa eləməmişim, mənim heç fikrim də olmuyor. Amma görünür ki, bütün danışılarından, bütün bildiklərimizdən, bütün oxuduqlarımızdan, bütün rəvayətlərdən bu nəticəyə gələ bilərik ki, sənətkar yazıcı yazarkən, bəstəkar bəstələyərkən, rəssam fırçası ilə neysə yaradarkən, müəyyən qədər, əlbəttə müəyyən qədər xarakterdən, temperamentdən asılı olaraq yüksək zirvədə sayıqlama dərəcəsinə gedir çatır. Ve bundan da bu cür olmasa da hərdən birdən, belə Cünun Dərli sərhədinə gəlib, o sərhəddə bir seyahat eləməsə, mən elə gəlir ki, o bizi bugün heyran eden əsərlər də yaranmaz. O əsərlər ki, yüzillərdir, biz onu oxuyuruq, biz onu dinləyirik, biz ona baxırıq və hər dəfə yeni bir şey, sirli bir nöqtəni kəşf edirik. Sənətin sirri budur. Sənət də həyat kimi çox sirli bir hadisədir. Bu barədə həyatla onun əlaqəsi bu cür ki sirrədir. Qaldı ki, o verirsiniz, düzünə, məsələn, birbaşa sənət həyatla əlaqədə olmalıdır. Bunlar hamısı düzdür öz-özlüyündə, amma o teoriyada, nəzərdə yazıldığı kimi olmur. Və o cür heç olmamalıdır. Bilirsiniz də vaxtilə bizdə, indi biz onu, bizdə belə şeydir ki, yazıcıya ezamiyyət verirlər, həyatı öyrənmək üçün. Buna kadar gülünç deyindi, biz buna gülünç deyirik. O vaxt yox, gedirsən filan zavoda, gedirsən filan kolxoza, uyan bir həyat öyrənirsən. Bunun gülünçlüyü iki cəhətdəndir. Biri odur ki, yazıcının fitreten müşahidəsi instinkt olarak həmişə devam edir. İstəyir küçədə getsin, istəyir evə gəlsin, istəyir mazidən bir kilo çörək alıb, mesela, bu özü hiç hissetmeden o devam edir. Ve esas da rol oynayan ne olur sonra yazarken. Bu bir ciheti. İkinci ciheti odur ki, həmişə yazıcını böyle zavoda, fabrikaya gönderende, evvelden hazırlayıp gönderende, yazıcının yaxud sənətkarın təxəyyülü biliyindən çox rol oynayır o nəsələrində. Biliyin həcmindən xəyalın zənginliyi çox rol oynayır. Onda isə o xəyalın zənginliyini istismar eləmir, məşq eləmir, gedir, get-gedə o çerkə doğru şey eləyir, yuvarlanır. O çerk öz-özündə yaxşı anladır. Lazımsa yazmaq olar o çerkə. Amma ki, bütün bir sistemi anlatsalarsan ki, yazıcı, dur, get. Mesela təsəvvür edirsiniz ki, ne kadar gülünç olardı ki, Sabirə deyirdik ki, biz yazacağıq ezamiyə, yax Mirzə Cəllə verəydik, yazacağıq ezamiyə. Getməlisən. Bu nöqtə nəzərdən birə gülünç ilə çox olur.
Ümumiyyətlə yazıçı deyirəm də, ümumiyyətlə sənətkar şəxsiyyəti haqqı da çox danışmaq olar. Evet. Çox danışmaq olar. Bu həm mürəkkəb məsələdir, həm maraqlı məsələdir, həm də bu hər kəs özünə görə düşünür bu məsələni. Bir məsələdə maraq doğurur ki, tutalım ki, siz və sizin nəsil sənətkarlar Azərbaycan ədəbiyyatının bugünkü mənzərəsi də hardasa göz önündədir də. Mən indi dəqiq deyəmərəm, bu mənzərə sizi tam qane edir ya etmir, bu başqa bir sualdır. Bax, bu mənzərənin bu şəkildə və bəlkə də arzu ediləsi, sizin arzu etdiyiniz şəkildə olması üçün o nəsil sənətkarlar hər şeymi etdi? Yəni, o nəsillərin bir-birinə ötürə biləcəkləri mənəvi biliklərsə və yaxud nəyi edə bilmədiniz və nə səbəbə onu edə bilmədiniz? Mən bizim nəsli idealizə eləmək istəmirəm. Bir dəfə mənim yanıma gələn cavanlardan biri, cavan demək, gənc yazıçılardan, yazıçı yaşayır mən. Soruşurdu ki, Ənvər müəllim, sizə çox mane olublar. Dedim, olub. Ən çox kim mane olub? Dedim, ən çox mənim özümü, mənə mane olan özüm olmuşam. Mənim əsas bu şey. Ona görə bizdə məsələ Rusların ispavet dediyi bir janr var. Bizdə o janr yoxdur. Etiraf janrı. Etiraf janrı. Bəlkə də onu etirafnamə adlandırmaq olar. Bəli. Bizdə elə bir ədəbiyyatında janr yoxdur. Amma bu gün ona ehtiyac var. Bu gün ehtiyac var. Günahını mərd-i mədana boyun olasın. Mən bütün məsələ bizim nəslimiz adından öncə onu deyə bilərəm ki, bizi əlbəttə, zamana bizi məcbur edir. Bizim səmərəsiz surətdə bir-birimizlə dəstələr şöhrəndə o qrupbaçılıq deyirlər. Qrupbaçılıq halında apardığımız mübarizə bizim ədəbiyyatın gələcəyi üçün, mədəniyyət üçün çox böyük zərbə vurdu. Bu barədə indi ayrı-ayrı günahlandırmaq olmaz. Bunu prosta zamana bizim boğazımıza salmışdı elə bir bu şeyi ki, eləyirdi. Və buna nöqtəyə-nəzərdə mən hətta indi deyirəm ki, sistem deyə bütün günahlar, bütün bəla bu şeytani sistemdən gəlirdi. Nə üçün yazıçıları elə bu gündə hamımız gərək bir ittifaqda hər gün gərək ora məsələn bir qədər şeyliyə orada oturaq, danışaq deyə mənim kitabım olsa. Mənə elə gec-tez bu olacaq ki, quluplar olmalıdır, yazıçı quluplar olmalıdır. Kim kimin sözü bir-birinə tutur, zövqlər müxtəlifdir, gedər bu quluba və kim məsələn jurnallar, ədəbi jurnallar olmalıdır. Kimin zövqü bir-birinə uyğunsa gedər o jurnalda. Bütün dünyada bu cür təbii surətdə gedir. Biz isə süni surətdə şey. İngilislər bir evi tikəndə, üzr istəyirəm Ənvər müəllim, o evin ətrafında bir çəmənlik çəkirlər və heç bir yol qoymurlar o evə. Deməli, baxıb görürlər ki, bu cəmaət bu yolu hansı tərəfdən daha çəmənlik, hardan daha çox tapdanır, ondan sonra yolu çəkirlər. Yəni, bu təbii şəkildə baxır kim hansı jurnalın ətrafında, hansı ədəbi, tutalım ki, klub deyirsiniz, onun ətrafında formalaşırsa, bu da çox təbii şəkildə başa gələn bir məsələdir. Elədir. Ənvər müəllim, yenə də bizim söhbətimiz mənim şəxsən özümə çox maraqlıdır. İnanıram ki, bizim tamaşaçılar da maraqla söhbətimizi izləyirlər. Söhbət getdi ki, siz dediniz ki, mən ən çox özümə mane olmuşam. Bunu biz başa düşürük, bu doğrudan da hər bir mənəviyyatı zəngin və vicdanlı adam münasibətidir. Yəni, insan gərək öz-özünə bir qədər də bu şəkildə baxmağı bacarsın. Amma heç şübhəsiz ki, mən indi tarixdən, ədəbiyyat tarixindən, sizinlə olan söhbətlərimdən də bilirəm ki, sizin tutalım ki, bu və digər əsərinizin, sizin teatr sənətində böyük xidmətləriniz olub, biz sizin müxtəlif əsərlərinizi tanıyırıq, çoxlu bəzən görmüşük televiziya vasitəsilə, indi o nəsil adamlar bunu yaxşı bilirlər. Məsələn, bir əsərinizin adını çəkmək istərdim, Od içində əsərinin adını, Cənubda gedən, Azərbaycanda gedən milli demokratik hərəkatın batırılması, qan içində batırılması ilə bağlı yazılmış əsərdir. Məsələn, o əsərin səhnə təcəssümü çox böyük çətinliklər bahasına başa gəlib. Mən istərdim ki, o barədə siz deyəsiniz, bu yəqin ki, o dövrdə yaşamayan bizim gənclərimizi də maraqlandıra bilər. Doğru deyir sonra ki, yegən az çox işləmişsiniz. Bu Od içində piyesin tamaşasının getməsi, nihayət səhnədə məsələn qoyulması mənim ədəbi həyatımda unudulmayacaq çox böyük çətinliklərə və gözləmədiyim hadisələrlə üz-üzə gəlməyə, gözləmədiyim adamlarla üz-üzə gəlməyə məni məcbur elədi. Qısaca olaraq belə idi ki, mən özüm 2 il İranda işləmişdim. Azərbaycan Demokrat Partiyasının yaranması mənim gözümün qarşısında olmuşdu. Orada biz Vətən Yolunda adlı qəzet çap edirdik.
Qəzet düzü Qızıl Əskər qəzeti adlanırdı. Amma qəzeti çap edirdik ərəb əlifbası ilə ki, Azərbaycanlılar oradakı olsun. Və o qəzeti bütün Cənubi Azərbaycanın, İran Azərbaycanının bütün şəhərlərində yayırdıq. Su maşınlarımız vardı. Və çox o qəzet orada ta Azərbaycan dilinin inkişafı nöqtəsindən, Şimali Azərbaycandakı mədəniyyətin nə qədər inkişaf eləməsi barəsində orada çox böyük rol oynadı. Mən o piyesi bu saatda müdafiə eləmirəm öz nəyinə görə. Əvvəl o vaxtki imkanlar daxilində mən çox şey deyə bilməmişəm. İkinci sonra müdafiə eləmirəm ki, onun bədii dəyərindən, bədii səviyyəsindən narazıyım. Düzü çap etdirmişəm, narazıyım. Amma o dövrdəki məsələ, o piyesdə şah da göstərilirdi, başqası da olan bu yan. Qısa olmaq üçün deyəm ki, mənə deyirlər bunu, piyes hazır olandan sonra, tamaşa hazır olandan sonra Ədil İskəndərov qoymuşdur məsələn. Başladılar şey eləməyə, baxış düzəltdilər. Bir dəfə, iki dəfə, üç dəfə konkret heç söz demədən mənə deyirlər ki, dayan, uyan, bu yan, balam, niyə dayanar, nə dər, bu əsəri ya qadağan edin, getməsin. Yaxud da bırakın geçsinlər, heç bir şey demirlər. O ki, orqandan gəlirdi, başda general Atakşiv olmazlar, baxırlar, susub gedirlər. Əsəblərim mənim çox belə bir hala gəlmişdi ki, bilmirdim niyə. Sonra elə oldu ki, arada bir şey oldu, bir gün bilməm, hardan xəbər gəldi ki, oynaya bilərsiniz əsəri. Bunu sonra oldu əlbəttə. Mən dedim ki, bilirəm, o vaxt Bagirov, Mücəvər Bagirovun Respublikanın rəhbəri oldu. Onun bir xəsiyyəti var. Sən məsələn tutalım bir hərəkət edirsən, riskə gedirsən. O deyirdi ki, yox, bunu sən tək eləməmsən, səni örgədən var, bir qrup var. O, səni məsələn qoyurdu bir kənarda, düşürdü onların üstünə. Ki, belə bunu belə siyasət. Necə ki, Faruk əlifba dəyişəndə, Latin əlifbasına keçəndə, Latin əlifbasından sonra şey əlifbasına keçəndə, indiki işlətdiyimiz Kiril əlifbasına götürdü, məktub yazdı. Və Faruk tez-tez mənim şəhərdə otağım var, gələrdi. Dedi, yazacağım, dedim ki, bu deyir Bagirovun işdir. Dedim, Bagirovun işdir. Mənə elə gəlir ki, bu yuxarıdan gəldi, daha yuxarıdan gəldi. Politbürodan gəldi, Stalinə gəldi. O yazdı. İndi yazdı, Bagirov onu tutturmadı. Hər dəqiqə tuttura bilərdi. Amma tutdu ki, o səni örgədiblər, səni yazıçıya istifadə ediblər. Elə sənə Rəsulzadənin qohumluğu çatır. Bütün yazıçıya istifadə dərmədan elədi. Bir adamları çağırır, deyir. O vaxt biz o məsələyə mən olmamışam yazıçılar. Səməd Vurğun, Rəsulzadəni, başqalarının hamısı. İçəri girən kimdə soruşurmuş ki, Faruk, kakon poet. Mesela Səməd nə bilsin, hadisindən xəbəri yoxdur. Diyor ki, Tovaş Bayır, Rastuş, хороший poet. Daha, Rastuş, хороший poet. Sən otur. Yəni özünə xoş gələn cavabı gözləyirdi. Gözləyir ki, bir nəfər adını demirəm ki, o siyasi zadında nə tər olsa, hiss edib ki, burada başa, içəri girəndə ondan soruşub ki, Rusça soruşub, по-твоему, какой это самый Faruk poet, o deyib ki, provokatorni poet. Deyib, ot başlayır. O belə bir hadisəni dağılırdı mən. İstədiyi cavabı alır. İndi bu cürdəki bu əsərlik şey oldu. Axırda mən dedim ki, elə deyim ki, heç kəs bilməsin, sonra riskə gedirəm, mən buna yazar. Onun xasiyyəti elə idi ki, tuta da bilərdi məsələ, tutmazdı, tamamilə şey bilir. Mən götürdüm buna, bir dənə məktub kimi yazdım, Rusça yazdım. Mən heç ömrümdə birinci dəfə belə şey yazırdım, yəni şikayət formasını belirlə. Bilmədim ki, bunun altında qol çəkmək lazımdır. Ona görə elə altında Maşinskaya dedim ki, yaz, Maşinskaya dedim, heç kəsə deyim amına. Yəni, Maşinskaya dedim ki, yaz, mən onu tanım, qutarım. Bu məktub gedir, çıxır buna. Buna gedir, çıxır, mən sonra başqa hadisə olur, mənim xəbərim yox, nə isə deyir, bu yan. Bütün bu məktub gedib çıxandan sonra bunun, demək, xüsusi şöbəsi vardı. Onun da Novikova adlı bir qadın, arıq bir qadın. Bu şöbənin çox işlər, hər bir sekret, gizli dokument, sənətlər, zadlar, həmsi o qadın əlində olur. Mən bunun telefonunu götürdüm, zəng yedim buna ki, mənə bir söz deyil, mən yazıçı filan kəsəm, mən görməmişəm məktubu. Mənə bir söz deyil, nə deyil? Dedi ki, o sizin məktubunuzu özündə saxladı. Mən ona daxladığım bir çox şeylər qaytarır mənə. Sizin məktubunuzu isə özündə saxladı, mənə heç bir şey demədi. Dedim, yəni heç bir şey demədi, Rusça danışırdı. Dedi ki, ancaq onu dedi ki, этот господин не соизволил подписать свое письмо. Mən də bilmirdim. Qayıtdım, mən Novik'a dedim ki, məktubu al, görür ağa, bir qədər də sadədir çıxın. O məktubu götürün ondan, gəlim qol çəkin. Mən imtina etmirəm yazdıqlarından. Nə yazmışamsa, mən yazmışam.
Mən bilməmişəm ki, qol çəkmək lazımdır. Bax, sonrasında belə oldu ki, bir dəfə Mirzə İbrahimov onun yanında olanda deyib, nə istəyir o məndən, mənim adresimə. Mən məcburam onu yazdığı əsər oxumağa. Belə deyəndə Mirzə deyib, çox ağlı bir söyləyib ki, yoldaş var, əsərin tamaşası hazırdır. Gəlin, baxın, siz fikrinizi deyir, peyis də orada, tamaşa da orada, fikrinizi deyirsiniz, ya gedər, ya gitməz. Ondan sonra bu gəldi. Gəldi, bax. Və ondan sonra od içində tamaşası... Ondan sonra od içində tamaşası getdi. Ondan sonra da mən bildim ki, o zaman bilmirdik şəhərdən hansıya ki, Azərbaycanlar sürgünü başlanmışdı Azərbaycanda bəzən. Kimlər sürgünləri? Partiya bilet rejimindən sürgünlər. Nə üçün heç ki bilmirdiniz? Orada məndə bir replika vardı ki, axırda müəllim, o qoca müəllim ədalət deyirdi ki, bizi hara sürgün edirsiniz eləyin, Azərbaycanın ürəyimizə aparın. Buna material veriblər ki, bu hadisəyə işarədir. Heç şübhəsiz ki, siz bayaq bir mövzuya toxundunuz, etiraf mövzusuna. Heç şübhəsiz ki, hər bir sənətkarın özünün yaradıcılığına bir nəzər salanda, düzdür, deyirlər ki, tutalım ki, barmaqların hamısı eyni olmasa da eyni dərəcədə əzizdir. Nədənsə, nə eləsə bağlı etiraf etmək istərdi. Sizin o keçib gəldiyiniz ədəbi, böyük ədəbi yolunuzda etiraf etmək istədiyiniz, daha doğrusu mən bəlkə bu sualı belə qoyardım. İmtina etmək istədiyiniz əsərlər olubmu və varmı? Əsər də olmasa hər hansı bir ideyamı bəlkə hər hansı bir surətmi? Mənim əsərlərdə də söhbət gedirsə, mənim bir çox hekayələrmi, kiçik hekayələrmi, biraz böyük hekayələr var ki, əgər oxucu kim mənim məsələlərim ki, yaradıcımdan maraqlanırsa, sual verə bilər ki, neçə dəfə kitabın çıxıb olan heç bir çıxmır. Mən onları özüm, biraz da şey eləsək, mən onları rədd eləmişəm, istəmirəm gələcəkdə kitablarım çıxsın. Deyə bilərsiniz, nə üçün? Mən əgər ki, onların səviyyəsində mən aşağı bir səviyyə gördüm bədii müxtəliflərindən. Mən elə belə gəlir, uşaq meşqi kimi, lap gənclik, uşaq meşqi kimi bir şeydir. Belə şeylər var. Var, bəlkə də olacaq elə bundan sonra da. Məsələn, tutalım ki, əgər hər şeyi talimi bundan sonrasında əvvəldən bilsəm, mən bir siyahı yazıram ki, bu kitablar məndən sonra çap, əgər kitabım çap olunarsa, bu əsərlər getsin, qalanlar lazımdır. Məsələn, Şərqin səhərinə münasibətiniz nədir? Şərqin səhəri biraz şeydir. Siz şu mən gələr risklə dolu bir şeyə gətirdiniz. Bu Şərqin səhərinə məsələn deyirəm, bizdə də yoxdur. Əgər olsaydı, məsələn, orada İspatyandı, mən deyərdim ki, Şərqin səhərini yazarkən mən doğrudan düşünürüm ki, bütün hadisələr düşürdü. İnandın ki, mən ayrı orada şeyim olmuyor. O şey hadisələr və bir çox şeylər də mən indi də deyə bilərəm ki, niyə bizə deyərəm ki, bax, dokumentlər düşürdü. O sənətlər düşürdü. Hə, sənətlər düşürdü. Amma o vaxt mən indidən deyəm ki, o vaxt məndə tamamilə indiki kimi geniş informasiya məlumatı vardı. Məsələn, tutalım ki, bizim milli hükümət haqqında. Bu, heç nəyin ki, məndə başqana düz olması, heç kəs bilmir. Biz ancaq o milli hükümət haqqına inandığımız yaşlı adamlardan soruşurdu ki, nə idi, nə yox idi. Bizi inandırmışlar ki, burjuadır. Bəlkə də burjuadır, amma mən bugün görürəm, oxuyuram materialları, görürəm ki, bu quruluş əsl demokratik quruluş olub ki, ona biz hələ bugün çatmamışıq, o dərəcədə o demokratik. Bu 23 ayda bu milli cümhuriyyət, xalq cümhuriyyəti elə işlər görüb ki, biz onu izah etməliyik. İndi biz sizin bilavasitə şahidi olduğunuz əsərlərdən, şahidi olduğunuz hadisələrin təsvir etdiyi əsərlərinizdən danışdıq. Sizin tarixi mövzuda böyük və xalqımızın böyük məhəbbətini qazanmış əsərləriniz var və xüsusilə mən burada Babək mövzusunu yada salmaq istəyirəm. O filmin ssenarisi də sizindir və Babək mövzusu sizi çoxdan düşündürən bir mövzudur. Bu tarixi, bu qədim tarixə siz necə oldu, gəldiniz və o qədim tarixdə sizi cəlb edən momentlər hansılarıdır? Tarixə mən elə biləydim, tarixi mənə cəlb olayan, əgər konkret qısa desə, tarixi şəxsiyyətdir. Babəkin şəxsiyyəti mən həmişə düşündürürdüm. Doğrudan da bizim tariximizdə ikinci elə bir şəxsiyyət tapmaq çox çətindir. Bu adam, əvvəla bu adam yalnız qılınçla vuruşmaq dövründə belə 22 il o vaxtın ərəb xilafəti indiki dillə desə ifrat imperiya idi.
Bütün dünya ondan çəkinir. Elə bir imperiyaya qarşı 20 il vuruşan adam özü buna qarşı deyə bilərlər ki, bəlkə o xırda da zaten dəstəklə vuruşub. Yox. 6 dəfə xilafət ordusu Bağdaddan onun üstünə gəlib. Və 6 dəfə. Bunda demək fitri olaraq hərbi bir zəka vardır. Bu bir. İkincisi mənim bu şəxsiyyət şeylər. Sonrasında bunun ölümü ki, bu dəhşətlə bunu öldürdülər. Bu ölümündə bu bir kəlmə də olsun şey demədi. Bir kəlmə demək aman istəmədi. Halbuki həmişə aman kölgəsində nicat tapanlar vardı. O vaxt belə idi ki, aman istəyəndə bəzən əlbəttə həmişə olma, aman istəyəndə ama verirlerdi. Buna da bir göndermişler. Demek bu şəxsiyyət, tarixi şəxsiyyət, unikal bir şəxsiyyət. Hər bir cəhətdən. Hər bir cəhətdən. Ona görə bu şəxsiyyət haqqında mən çox fikirləşirdim, eləyirdim və mənim özümün o şəxsiyyət haqqında özümün konsepsiyam var. Məni maraqlandıran o konsepsiyadır. Yazılanlar hamısı yerində, faktlar hamısı yerində, bunları təhdif etmək lazım deyil. Amma mənə gəlir ki, tarixə müraciət edən adam öz konsepsiyası varsa, tarixte yeni bir şey mesela tutalım ki, diyebilir o konsepsiyonu. Ola bilsin ki, səhv deyebilir. Ama o vaxt maraqlı interес olur ki, mesela tarix konsepsiyasıyla yazıcı tarixe yaxınlaşır. Yazıcı yazdığı tarix material onu heyecanlandırmalıdır, həqiqi mənada. Onu cəlb eləməlidir, onun özü üçün maraqlı olmalıdır. Onun özü üçün nəyisə həll etmək zadı verməlidir. Məsələsi problemi qoymalıdır ki, bu zadı nə cür, hansı sənətkarlıq məsələsini həll edirsən. Bu vaxtı tarixdən yazmaq olar. Bir də var ki, tarixdən yazanlar var ki, yazırlar ki, yazı beləsinə. Tarixdən, üzr istəyirəm, tarixdən təqvim kimi istifadə edib, yalnız təqvim kimi. Bu hadisə bu vaxt oldu, bu hadisə bu hadisə oldu, biraz da maraqlı elə, o şeyləsin, biraz intriga saray, intriga sal, biraz şeylə. Bu Ruslar ona çitiva deyir. Belə oxumaq üçün şey deyərlər. Amma tarixə heç bir şey o izah eləmir. Bu dünyada bizi qane etməyən bir çox cəhətlər var. Yəni, biz bir çox cəhətlərlə barışmırıq. Bizə elə gəlir ki, onlar kökündən düzgün deyirlər. Onlar tamam başqa cür ola bilərdilər. Bir çox problemlər, bir çox hadisələr, bir çox məqamlar. Məsələn, Blokun belə bir misraları var. Deyir, mən rusca deyərdim bunu. Deyir, Satri случайные черты, и ты увидишь. Mir прекрасен. Təsadüfi cizgiləri ondan sil, dünya ilkin işığında bərq vurar. Tutalım ki, belə. Siz necə hesab edirsiniz? Bu dünyada bizi qane etməyən bir çox məsələlər, o mənfi xüsusiyyətləri nəzərdə tutamda, onlar təsadüfi xarakterimi daşıyır, yoxsa həmən xüsusi, yəni təsadüfi xarakterimi daşıyır. Biz o cizgiləri silsək, o təsadüflərdən dünya azad ola bilərmi? Və yaxud həmən o mənfiliklər, həmən o bizi qane etməyən cəhətlər dünyanın gedişatının hansısa dərin bir qanuna uyğunluğunun nəticəsidir. Belə ümumiləşdirilmiş şəkildə ki, siz qoyursunuz, məsələn, bütün bəşəriyyət üçün qoyursunuz, ya məsələn, bir xalq üçün qoyursunuz, müasir cəmiyyət üçün qoyursunuz. Bu belədir ki, mənə elə gəlir ki, bu çizgiləri, məsələn, xoşumuza gəlməyən nəinki çizgiləri, xoşumuza gəlməyən hadisələr, xoşumuza gəlməyən, məsələn, bizim qanlı müharibələr, xoşumuza gəlməyən şey, bütün bunlar insanın talihidir. Görünür, heç vaxt ziddiyyətsiz heç bir şey mümkün deyil. Nə üçün belədir? Bunun haqqında çox danışmaqla şeydir. Ölümsüz görünür, həyat mümkün deyil. Ziddiyyətsiz görünür, inkişaf mümkün deyil. Bu, mənim fikrim deyil. Məsələn, bu çox daha fikirlər, filosofların fikirləridir ki, mədəniyyətin tərəqqinin irəli getməsi üçün mənfi ehtiraslar da böyük rol oynayır.